Abşeron rayonu Xırdalan şəhəri Akademik Həsən Əliyev küçəsinin yolu bərbad durumdadır. Statinfo olaraq sakinlərin şikayəti üzrə həmin əraziyə baş çəkdik. Bakı-Sumqayıt şosesi ilə Xırdalan şəhərini birləşdirən yol qəzalı və təhlükəli vəziyyətdədir. Yolun təxminən 2 kilometrə qədər hissəsində dərin çalalar yaranıb. Sakinlər bildirirlər ki, yağış suları bu çalalara yığılaraq gölməçələr yaradır. Çəkiliş zamanı daha bir məlumat da əldə etdik. Sakinlər bildirdilər ki, icra başçısı Abidin Fərzəliyev 2 həftə öncə, yəni sentyabrın 19-da bu ərazidə olub. O, bu ərazidə yerləşən özəl şirkətlərin birinə səfər edib. Məsələni dəqiqləşdirmək üçün apardığımız qısa araşdırma zamanı bəlli oldu ki, icra başçısı həqiqətən də adı çəkilən ərazidə olub, buna dair video və fotolar da var. Yəni, başçı yolun bu vəziyyətindən xəbərdardır. Belə ki, əraziyə gələrkən öz avtomobil korteji ilə bərbad durumda olan yoldan keçib. Sakinlər icra başçısının avtomobilinin qəzalı vəziyyətdə olan yoldan keçərkən dərin çalalara düşməsindən məmnundular. Ümid edirlər ki, ən azından Abidin Fərzəliyev problemin fərqinə varıb müvafiq addımlar ata bilər. Lakin həmin gündən 2 həftə keçməsinə baxmayaraq, icra başçısı yolun düzəldilməsi ilə bağlı hər hansı bir təşəbbüs göstərməyib. Məğrur Salmanov, Statinfo.